Təxminən 750 il əvvəl Venesiya şəhərində yaşayan gənc bir tacir var idi. Onun adı Marco Polo idi. Marco çox maraqlı və macərapərəst idi. O, uzaq ölkələri görmək, yeni xalqları tanımaq və fərqli mədəniyyətlər haqqında öyrənmək istəyirdi. Buna görə də o, atası və əmisi ilə birlikdə çox uzun və çətin bir səyahətə çıxmağa qərar verdi. Onların məqsədi uzaq və zəngin bir ölkəyə, Çinə getmək idi. O dövrdə Çin Avropa üçün çox sirli və maraqlı bir yer sayılırdı. Bu ölkəyə çatmaq üçün Marco Polo və ailəsi məşhur İpək yolu ilə səyahət etdilər. Bu yol minlərlə kilometr uzunluğunda idi və səhralardan, dağlardan və böyük şəhərlərdən keçirdi. Səyahət çox çətin idi. Bəzən onlar isti səhralarda günlərlə yol gedirdilər. Bəzən isə yüksək dağlardan keçməli olurdular. Buna baxmayaraq, Marco Polo yol boyu gördüyü hər şeyi diqqətlə izləyir və yadda saxlayırdı. O, yeni heyvanlar, fərqli yeməklər və maraqlı adətlər haqqında öyrənirdi. Uzun illər davam edən səfərdən sonra Marco Polo nəhayət böyük bir imperiyaya çatdı. Bu imperiyanın hökümdarı məşhur hökümdar Xubilay xan idi. Xubilay xan çox güclü və varlı bir hökümdar idi. O, Marco Polo'nu sarayında qonaq kimi qəbul etdi və onun ağıllı və maraqlı bir gənc olduğunu gördü. Marco Polo uzun illər Xubilay xanın sarayında yaşadı. Hökümdar ona müxtəlif yerlərə səfər etməyi və ölkənin vəziyyətini öyrənməyi tapşırırdı. Beləliklə, Marco Polo Çin şəhərlərini, bazarlarını və kəndlərini gəzdi. O, böyük sarayları, geniş kanalları və çoxsaylı ticarət bazarlarını gördü. Marco Polo'nu ən çox təəccübləndirən şeylərdən biri kağız pul idi. Avropada o dövrdə insanlar yalnız metal pullardan istifadə edirdi. Amma Çində insanlar kağız pulu ilə alış-veriş edirdilər. Bu, Marco Polo üçün çox maraqlı idi. O, həmçinin böyük şəhərlərdə minlərlə insanın yaşadığını, bazarlarda müxtəlif ədviyyatların, ipəklərin və qiymətli daşların satıldığını gördü. Çinin zənginliyi və inkişafı onu çox heyrətləndirmişdi. Marco Polo təxminən 24 il Asiyada yaşadıktan sonra yenidən Venesiyaya qayıtdı. O, gördüklərini və yaşadığı macəraları insanlara danışdı. Daha sonra onun səyahətləri haqqında kitab yazıldı. Bu kitab Avropada çox məşhur oldu və insanlar ilk dəfə Çin haqqında bu qədər maraqlı məlumat öyrəndilər. Marco Polo'nun hekayəsi bizə göstərir ki, dünyanı tanımaq üçün maraqlı olmaq və cəsarətli addımlar atmaq çox vacibdir. Onun səyahətləri sayəsində insanlar uzaq ölkələr haqqında daha çox məlumat əldə etdilər. Dünya təyyarə.